oxudum. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə onun öz doğmaca oğlu arasında partiya sədrliyinə, sədr vəzifəsinə seçilmə ilə bağlı əlbəyaxa demək olar ki, davaya çıxıblar. Bundan böyük bir abırçılıq yoxdur, əziz dostlar. Fəzail Ağamalı bir 30 ilə yaxın özü deputat olub, indi də öz qızını yerinə qoyub deputat olub. Hal-hazırda qızı Salyandan deputatdır, Günay Ağamalı və Fəzail Ağamalı təkidlə istəyir ki, qızı Günay Ağamalı partiya sədri olsun. Oğlu da bir 20 il, 25 ildir deyir ki, mən siyasətlə məşğulam və atam mənim hüquqlarımı pozaraq, belə deyək də, mənim bu 30-20 illik, 25 illik siyasi fəaliyyətimi yerə olaraq istəyir bacım seçilsin. Və beləliklə, övladlar arasında fərq qoyaraq, qızla oğul arasında partiya sədrliyi üzərində dava da gedir, əziz dostlar. Və bu intriqanı yaradan da Fəzail Ağamalının özüdür. İndi mənə maraqlıdır, bu neçə illər ərzində Fəzail Ağamalı bir deputat kimi nə edib, nə ilə yadda qalıb və hal-hazırda qızı Günay Ağamalı deputat kimi nə ilə yadda qalır ki, hələ bir Günay Ağamalı da gəlsin partiya sədri olsun. Vallahi utanıram, vallahi bunların yerinə həqiqətən utanıram mən. Vallahi bir abıcı, bu ailə partiyasıdır. Onda öyle Ana Vətən Partiyası niyə qoyursunuz ki, adını dəyişin, qoyun ki, Ana Vətən ailə, Ana Vətən Ailə Partiyası. Mən onlara gözəl təklif edirəm. Ana Vətən Ailə Partiyası. Adını belə qoyun, qutarıb getsin. Əgər oğul atadan oğula keçirsə, oğul sədr olacaqsa ya da qız sədr olacaqsa, nə bilim qardaş da onun müavini olacaqsa, əmioğlu, dayıoğlu, biboğlu, xaloğlu, nə bilim kürəkən falanlar da bunun üzvləri, nə bilim katibi idarə heyəti olacaq da bu biabırçılıqdır, bu partiyadır. Vallahi mən utanıram. Bunların yerinə mən utanıram. Görün bu adamların gözü nə qədər doymur ki, deputat olan bir adam eyni zamanda istəyir ki, partiya sədri də olsun. Yəni bu qədər vacibdir. Bunlar öz ailə daxilində bir deputat kürsüsü ilə partiya sədrliyini bölüşə bilmirlər. Əziz dostlar, görün indi bunların seçici yadına düşürmü? Görün indi bunların hansısa bir müvafiq qanunların qəbul olunması, dövlətə bir önəmli qanunların qəbul olunması ilə bağlı bunlar təklif edə bilərlərmi? Bunların başı bu dəqiqə qalmaqala qoşulub ki, görün mən sədr seçilim, mən partiya sədri olum. Bunlardan hansı dividendli bir qanunların qəbuluna bir önəmli bir təklif vermək, gözləmək olar? Biabırçılıqdır, həqiqətən biabırçılıq.